Bugün xüsusi fərqli buraxılışla qarşınızdayıq. Məbəs günü nədir ümumiyyətlə? Bugün nələr yaşanıb və bu günün əhəmiyyəti nədən ibarətdir? Məbəs İslam tarixində çox böyük bir dönüş günüdür. Peyğəmbər sallallahu ilk Hira mağarasında nazil olmuş 5 ayə mən deyərdim ki, insanlığın pik nöqtəsidir. Din ümumiyyətlə nədir və niyə Allah din insanlara göndərdi? Məbəs gününü insan o qədər haykırtı ilə keçirtməlidir ki, hətta dindarı. Ona görə ki, başa düşməlidir ki, ay cəmaət, bu dünyaya aləmlərin Allahı belə bir nemət yetirib. Buna etinasızlıq olmaz. Bu elə sizin özünüz üçündür. Peyğəmbər insanlıq, varlıq aləminə oyanışı aktiv etməkdən ötürü gələn bir varlıqdır, şəxsdir. Din gəlməsəydi insan gəlir Allaha deyirdi ki, ilahi, əgər sən varsansa bizə bir şey göndər. Biz avara qalmışıq. Öz başına bir şey eləyə bilmərik. Biz necə eləyəcəyik? Biz dünya qəribə bir aləmdir. Belə deməliyik əslində. Şəxsən bir insana deyirsən ki, insanın mənəviyyatı nə vaxt güclü ola bilər? İnsanın mənəviyyatı o vaxt güclü ola bilər ki, onun ruhu aliləşər. Yəni ağıl dediyim qaydada öz düzgün funksiyasını yerinə yetirər. Ondan sonra qəlb öz düzgün funksiyasını yerinə yetirər, nəfs də öz düzgün funksiyasını yerinə yetirir, ruh əbədiləşəcək, kamilləşəcək. İnsan nümunə görmək istəyir. Peyğəmbər olmalıdır, insan olmalıdır, onun da sevgisi olmalıdır. Salamlar dəyərli Mahiyyət izləyiciləri. Bugün xüsusi fərqli buraxılışla qarşınızdayıq. Qərar aldıq ki, ənənəvi mahiyyət, məhdəviyyat mövzuları ilə yanaşı xüsusi günlər üçün xüsusi buraxılışla sizinlə görüşək və Məbəs günündən başladıq. Məbəs günü üçün xüsusi mövzumuz və qonaqlarımız var. İstəyirəm əvvəlcə qonağımızı təqdim edeyim. İlahiyyatçı alim Hacı Atif İsmailov. Xoş gəlmisiniz Hacı. Çox sağ olun, minnətdaram. Sağ olun. Və əlbəttə ki, Eçəm müəllim, xoş gəlmisiniz. Təşəkkür edirəm. Həm də Hacını da salamlayırıq. Xoş gəlmisiniz Hacı. Çox sağ olun, minnətdaram. Allah razı olsun. Bugün istəyirəm Məbəs günündən danışaq. Bugünün mahiyyətinə varaq sizinlə və elə birinci sualımı Hacı sizə vermək istəyirəm ki, Məbəs günü nədir ümumiyyətlə? Bugün nələr yaşanıb və bu günün əhəmiyyəti nədən ibarətdir? Çox sağ olun. Başlayıram mehriban və rəhimli olan Allahın adıyla. Məbəs bayramı münasibətilə sizləri səmimi qəlbdən təbrik edirəm. Dəyərli tamaşaçıları, izləyiciləri səmimi qəlbdən təbrik edirəm. Bildiyiniz kimi, Məbəs İslam tarixində çox böyük bir dönüş günüdür. Əslində, bunun həm mahiyyəti var, həm hədəfi var. Mahiyyəti əslində İslam tarixində insanlığın, bəşəriyyətin qurtuluş günüdür əslində. Bəli. Və bununla bağlı həm tarixi mövqeydən baxsaq, bəlli məsələdir ki, Həzrəti Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmin 40 yaşında Allah tərəfindən Hira mağarasında ona çatdırılan ilk Qurani Kərimdən nazil olmuş 5 ayə vasitəsilə risalətin başlanğıcının elan edilməsidir. Bugün həqiqətən İslam tarixində çox əhəmiyyətli və eyni zamanda mahiyyət baxımından da çox böyük bir dərin mahiyyətə malikdir. Sadəcə bəzi tamaşaçıların da zehnində bəzi çaşqınlıq yaratmasın deyə. Məsələn, çox vaxtı biz baxıb görürük ki, bizə belə bir suallar ünvanlanır ki, Peyğəmbərə Peyğəmbərlik 40 yaşında verilib. Bu bir yanlış fikirdir əslində. Çünki biz dəfələrlə bu mövzuda geniş şəkildə danışmışıq. Yəni, Qurani Kərimin verdiyi mesaja görə nübüvvətlə risalət arasında fərq var. Yəni, Allahın rəsulu, mən deyərdim ki, hətta yaradılış aləminə belə qədəm qoymamışdan öncə bunu bir çox mübarək hədislərdə də özünü əks etdirir ki, Allahın yer üzərində xəlq etdiyi nübüvvətin ilk nuru Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləmin özü olubdur. Ona görə onun nübüvvətə və yaxud da ki, peyğəmbərliyə 40 yaşında çatması düzgün mesaj deyil. Əslində o dünyaya gəlməmişdən öncə də peyğəmbər idi, yəni nəbi idi və hətta dünyaya gələndən sonra da Həzrəti Əli əleyhissalamda Nəhcül Bəlağada çox gözəl bir ifadəsi var ki, Allah tərəfindən onun kiçik yaşlarından belə ola özündə nübüvvət əlamətlərini daşıyırdı deyə Allah da onu uşaqlıqdan belə həmin o nübüvvət mərhələsini yetişdirməkdən ötürü qoruyurdu. Sadəcə 40 yaşında Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləmə nə əmr olundu, o önəmli bir şeydir.
40 yaşında peyğəmbərə artıq risalətin insanlara təbliğ olunması əmr olundu. Fərq var. Bir var deyəsən ki, peyğəmbər 40 yaşında peyğəmbərliyə çatıb. Ona görə bəzi ideoloji məsələdə 40 yaşdan öncə nə idi, hansı dinə, hansı etiqada, bəziləri təəssüflər olsun ki, müsəlman ümməti 40 yaşdan öncə görəsən peyğəmbər də adi insan idi və yaxud da hansı missiyaları yerinə yetirirdi. Bu çox səhv bir anlamdır ki, Allahın rəsuluna 40 yaşda nübüvvətin verilməsi düzgün deyil. Çox üzr istəyirəm. Hətta mən eşitmişəm elə bəzi alimlərdən də deyirlər ki, onların etiqadı budur. Sizin dediyinizdə də zid sözdərdir. Mən də qəti onu qəbul eləmirəm. Deyirlər kəsbi yolla gəlib çatıb. Bəli. Peyğəmbər 40 yaşına qədər gəlib, hətta Allah onu əvvəl çobanlığa falan göndərib ki, insanlardan əvvəl belə olsun və kəsbi yolla gəlib çatıb. Bu elə bir ki, tam da yaxşı olmur. Tam yaxşı olmur, bəli. Ona görə biz burada olması biraz düzgün. məbəsin mahiyyətindən danışırıqsa, məbəsin mahiyyəti bundan ibarətdir ki, Allah tərəfindən artıq peyğəmbərə risalətin insanlara çatdırılmasının əmr olunmasıdır. Bəli, bu təbiidir. Bütün nübüvvətlərin, ümumiyyətlə bütün peyğəmbərlərin hərəsinin özünə məxsus risalətin başlanğıc bir vaxtı var. Yəni insanlarla xitabın bir belə deyim də başlanğıc vaxtı var. Məsələn, Həzrəti Musa əleyhissalatu vesselama gələndə Allahu Cəllə və Cəlal Həzrəti Musa əleyhissalatu vesselamın özünə ilk etdiyi, yəni birinci xitabın vəhyi, o zaman ki Quran buyurur, qalxdı Tur dağına, orada od gördü. Od görəndən sonra ilk gələn xitab budur. İnnəni ənəllahu la ilahə illə ənə fa'budni. Təbiidir. O artıq Allah tərəfindən risalətin ona gəlməsi, mesajın ona gəlməsi və insanlarla kontakta girməsi və insanlara həmin risalətin təbliğ olunmasının ilk başlanğıcıdır. Və bizim Peyğəmbər salavatullah da, yəni dediyimiz kimi 40 yaşında Hira mağarasında Allah tərəfindən ona insanlara gələcək risalənin çatdırılmasına əmr olunma təbliği gəlir. Və ona görə də orada biz məbəs günü, hətta Qurani-Kərimdə də bir neçə ayələr var ki, yəni konkret olaraq bəəsə feilini ona görə istifadə edir ki, artıq biz peyğəmbərə hal-hazırda Quran toplusundan ibarət olan məcmu bir risalət verəcəyi, bu risaləti sən insanlara çatdırmağa əmr olunmusan 40 yaşında. Ona görə risalətin başlanğıcı 40 yaşındadır. Təbiidir. Bu risalət haqqında biz çox geniş danışa bilərik. Yenə dediyim kimi, yəni mənim öz araşdırmam da bunu göstərir ki, nübüvvətlə risalətin geniş bir fərqi var. Yəni risalət kontekstində peyğəmbər salavatullah bəşəriyyətə nə bəxş edir? Nübüvvət kontekstində peyğəmbər salavatullah insanlığa, ümumi, tək insanlığa deyil, bütün varlığa nə əta edir? Məsələn, hətta bəzən biz Qədir gecələrində belə bir sual meydana gəlir, çıxır ki, özü də bir üstə. Mən istəmirəm o məsələdə toxunum ki, burada ziddiyyət var, yoxsa yoxdur. Çünki Qədir gecəsində buyurur ki, biz Quranı Qədir gecəsində nazil etdik, amma bizim bildiyimiz kimi Rəcəb ayının 27-sində Peyğəmbər Səlavatıllahın Beysət ifadəsini ki, işlədir, insanlara göstərir. Onun ilk ayə orada var, 5 ayənin Quran-ı Kərimdə nazil olması. Baxın, nübüvvət kontekstində baxanda bəli, Qədir gecəsində Quran nazil olub. Nübüvvət bütün ilahi marifi, hətta insanlara deyil, bütün varlıq aləminə təsir qoyacaq bir, belə deyim də, məlumatlar var. Məsələn, biz bəzən Quran-ı Kərimin içinə baxıb görürük ki, orada elə ayələr var, dağlardan danışır, kainatdan danışır, insanla heç bir rabitəsi yoxdur. Ona görə Quran-ı Kərim bütövlükdə əgər götürsək, nübüvvət kontekstindən Peyğəmbər Səlavatıllaha Qədir gecəsində nazil olur. Tək insanlara olan xitab deyil, bütün varlıq aləminin sirrini özündə daşıyır və varlıq aləminin sirrini özündə daşımaq üçün Quranın nübüvvət kontekstindən Peyğəmbərə nazil olması Qədir gecəsinə məxsusdur. Amma insanlara artıq əmr formasında hansı işi necə etmək lazımdır, hansı işi hardan başlamaq lazımdır, onu bəli Rəcəb ayının belə deyim də 27-sində Hira mağarasında özdə xitab da çox gözəl bir xitabdır. Həm də ki azdır, bütöv Quran deyil. Bəli, bütöv Quran deyil. Orada başlayır sadəcə. Başlayır. Əslində bu sualın cavabı çox asandır. Biri bütöv şəkildə nazil olur. Bəli, Bir də yəni 5 dənə ayə ilə başlayır. Ona görə bəli, orada həm nübüvvət konteksti ilə peyğəmbərə verilir. Yəni orada dediyim kimi tək insanlarla rabitəli olan bir şey deyil. Bütün varlıq aləmi ilə rabitəli olan bir şeylərdir və eyni zamanda dediyimiz kimi bütöv şəkildə peyğəmbərə verilir, amma insanlarla artıq rabitəyə girmə. Artıq mən buna görə deyirəm ki, məbəs İslam tarixində insan həyatını dəyişməkdən ötürü gələn bir belə deyim də mesajdır. Məsələn, biz belə təhlil edə bilərik ki, məbəs bəşəriyyətə, insanlığa nə verir? İlk ayələrə nəzər salanda, yəni Peyğəmbər Səlavatullah artıq bu mesajla bəşəriyyətə nəyi təqdim edirsə, o çox önəmli bir şeydir.
Təbiidir, biz bunu tək tarixi bir simvol kimi deyil, insan tarixində, bəşəriyyət tarixində, ümumiyyətlə insanlıqda bir dirçəliş var. Bu özü də qədim tarixdən bu günə qədər insanların zehnində bir sual formalaşıb ki, sual bundan ibarətdir ki, insan deyilən varlıq edə bilməzmi öz ağlı ilə hidayət olunsun? Və məbəs bunun cavabını verir. Məbəs əslində ağlın cəmiyyəti idarə etmək üçün və yaxud da ki, ağlın insanları hidayətə çatdırmaqdan ötürü kifayət edər, etməz, məbəs bunu bizə təqdim edir. Nədir? Çünki baxın, ağıl müəyyən qanunları kəşf edir, müəyyən qanunları bizə təqdim edir, müəyyən səbəbləri araşdırır, amma hidayət etmir. Məbəsin funksiyası nədir? Və yaxud da ki, Peyğəmbər səlavatullah risalət baxımından insanlara yaxınlaşır, onun funksiyası nədir? Baxın, bütün insanlardan geçsən, bugün cəmiyyət içərisində sual versən, desən ki, xeyir iş necədir? Hamısı deyəcək, yaxşıdır. İnsanlar xeyir iş haqqında rəy bildirir. Yaxşı və pis olmağını deyir. Amma risalət isə insanlara yaxşılığı haqqa çevirməyə təqdim edir. Məsələn, gedin insanlardan soruşun ki, batil nədir? İnsanlar onun haqqında neyər? Fikir söyləyə bilər. Yəni, ağıl onun haqqında fikir söyləyə bilər, amma onun praktiki olaraq həyata keçirilməsini və onun tətbiq edilməsini bizə kim deyir? Vəhy deyir, din deyir. Ona görə Peyğəmbər səlavatıllaha ilk Hira mağarasında nazil olmuş 5 ayə mən deyərdim ki, insanlığın pik nöqtəsidir. Yəni, onu vaxtımız varsa bir izah eləyək, geniş onu təqdim edək. Baxın, Quranın verdiyi mesaja görə ilk ayələrdə İqra bismi rabbikəlləzi xələq. Təbii tərcüməsinə baxsan, yaradanın adı ilə oxu. Amma bütün oxunuş yaradılışa söykənməlidir. Peyğəmbər bunu bizim üçün açıqlamaq gəlir. Əslində, elə təbii formasına baxanda, mənim yadıma gəlir, səhv etmirəmsə, hətta Allah rəhmət etsin, Şeyx Kuleyninin bu haqda özəl bir, belə deyim də, izahı və səhv etmirəmsə, məsum imamlardan bir hədislə bunu bizə izah edir ki, əslində Allahın Peyğəmbəri, Allah daha doğrusu Peyğəmbərinə, Rəsuluna demək istəyir ki, ya Rəsulüm, sənin bugünkü misyan artıq insanlarladır. Çünki Peyğəmbərin bir özü ilə öz Rəbbi arasında olan missiyası var. Məlumatları alır, düzgün şəkildə, hamısı onu belə deyim də geniş formada. Bir də Peyğəmbərin missiyası budur ki, insanlarla irtibatda olsun. Mərhum Şeyx Kuleyni belə bir ifadə işlədir ki, İqra bismi rabbikəlləzi xələq ifadəsində budur ki, ya Peyğəmbər, biz sənə yaradılışın oxumağını öyrədirik. Sən yaradılışı, məsələn, insanı sən oxuyacaqsan, sonra hidayət eləyəcəksən. Ona görə ayənin ikinci bir missiyası, ikinci bir ayə o missiyanı tamamlayır ki, ya Peyğəmbər, biz sənə insanın ilkin yaradılışını baxaq görək nədir? İqra bismi rabbikəlləzi xələq, sonra nə? Xələqəl insana. Yəni, insanı əgər biz nütfədən və yaxud da ki, laxtalanmış sudan yaratmışıqsa, sual meydana gəlir. Fəzilət orada yoxdur. Yəni, biz insan deyilən varlığın mahiyyətini araşdıranda ya torpaqdan yaranıb, ya da Quranın verdiyi mesaja görə laxtalanmış sudan və yaxud da ki, laxtalanmış qandan onların heç birində fəzilət yoxdur. Baxın, Quran fəziləti o ayənin ardıca vurur. İqra və rabbukel əkrəm. Yəni, insanı kəramətli edən nədir? Nədir insanı kəramətə doğru aparan? İqra və rabbukel əkrəm. Sonra nə buyurdu? Əlləzi Əlləmə bil qələm. İnsan varlığının dönüşü, qurtuluşu elmdir. Baxın, gör, belə deyək də, Quran-ı Kərimin məbəsin əsas mahiyyəti, əsas mesajı insana əgər elmi deyirsə və yaxud da ki, oxumağı deyirsə, mütləq bu elmlə insan kəraməti və fəziləti əldə edir. Və biz, ustadımız da, dəyərli ustadımız da bu məsələdə çox gözəl araşdırıb. Bu, bilik nəzəriyyəsində, epistemologiya deyirlər də onu. İnsan nə vaxt daha ali və yaxud da ki, daha bilikli olur? Çox məlumat daşıyıcı olaraq bilik sahibi olur, yoxsa fərqləndirə bilməyi bacarırsa? Bilik nəzəriyyəsində deyirlər ki, daha kim yüksək fərqləndirmə bacarığı özündə daşıyırsa, o zaman o daha böyük, belə deyim də, nailiyyətə doğru gedə bilər. Quran da gözəl buyurdu. Əlləməl insana
İqra və rabbukal əkrəm əlləzi əlləmə bil qələm, hə? Qələm sözünün mənası ilə insan varlığında birinci ərəb dilində də qələm sözünün mənası təqlim, yəni ayırmaq deməkdir. Allahın rəsulu, loru dildəsə ki, risaləti, məbəsi insanlara ayırt etməkdən ötürü gəlib. Yəni sən nəyisə birindən ayırmalısan, seçməlisən və aralarında olan fərqləri bilməlisən və inkişafa doğru getməlisən. Ona görə Peyğəmbər Səlavatıllahın bu risalət kontekstindən baxanda bəşəriyyətə verdiyi ilk mesajları da bundan ibarətdir. Peyğəmbər daha doğrusu gəldi, insan toplumunu, insan kütləsinə nəyi necə ayırt etmək lazımdır, nəyi necə düzgün şəkildə ölçüb biçmək lazımdırsa onu göstərir. Və həmin o dediyim suala cavabdır ki, bəşər tarixində və yaxud da ki, bəşər deyilən bir varlığın öz ağlı ilə hidayət tapmaq iqtidarı var, yoxsa yoxdur? Biz deyirik ki, xeyr, o öz ağlı ilə ancaq müəyyən seçimləri, müəyyən nə bilim fərqləndirməyi bacara bilər, amma Peyğəmbər olaraq insana, belə deyim də, varlıq aləminin düzgün şəkildə təqdimatının metodunu göstərən canlı bir model kimi gəlir. Ona görə Rəbbimiz də Qurani Kərimdə Peyğəmbərin hətta göndərilməsinin məbəs ayələrinə də baxanda 3 dənə şeydən səhv eləmirəmsə danışır da. Huvəl-ləzi ba'sə fil-ummiyinə rəsulan yətlu aleyhim ayətih və yüzəkkihim və yuəllimuhumul kitabə vəl-hikmə. Peyğəmbərlərin, yəni bu beysətin əsas, belə deyim də, missiyalarından deyilə bu 3 söylənilən bir şeydir ki, onu bəşəriyyətə Peyğəmbər öyrədir. Ona görə də məbəs İslam tarixində elə bir insanlığa, bəşəriyyətə dönüş bir nöqtəsidir. Təbiidir, bu dönüş nöqtəsində mən həmişə bunu deyirəm. Əgər elmi ilahiyyə birləşdirə bilsə, mərifəti Allaha birləşdirə bilsə, inkişaf olacaq. Yoxsa Allaha birləşdirməsə, daim yer üzərində bugün risalət kontekstindən kənar çıxmış insanların, belə deyim, elmi nə qədər inkişaf etmiş olsa da, fəsad və eyni zamanda xüsusi məsləhət, xüsusi mənfəət var deyən o bəşərdə ədəb və əxlaq yoxdur. Mən səhv etmirəmsə, bunu da sizə son olaraq deyim, sonra ustada verəcəm sözümüzü. Allah hifz eləsin, Ayətullah Cavad Amilinin qəşəng bir sözü var. Deyir, bəzən təəssüflər olsun ki, insanlar biz Peyğəmbərlikdən danışmırıq, məbəsdən danışırıq. İndi bəzi inancı olmayan insanlar həmişə bizə irad edirlər ki, Quranda nə elm var ki, hansı elmdən danışmaq olar? Çox gözəl bir ifadə işlədir Ayətullah. Allah canını salamat eləsin. Buyurur ki, yeganə bir kitabdır ki, insanı düzəltməkdən ötürü gəlibdir. O kitab insanı insan kimi formalaşdırmaqdan ötürüdür. Məbəs də insanı insan kimi formalaşdırmaqdan ötürü Allahla Peyğəmbər və Peyğəmbərlə insanlar arasında olan rabitənin qurulmasıdır ki, bəşəriyyətə nicat versin. Kim ki, Quranda elm axtarsa, onu Quranda axtarmağa ehtiyac yoxdur. Allah sənə ağıl verib, məntiq verib, əqil verib, şuur verib, hansısa bir elmi nailiyyəti əldə edə bilərsən. Amma insanı düzəltmək kimin vəzifəsidir? İlahi vəzifədir. İnsanı düzəltmək Peyğəmbərliyin vəzifəsidir. İnsana düzgün yön vermək, istiqamət vermək Peyğəmbərin vəzifəsidir. Ona görə loru dildə desə ki, məbəs insanın mərkəzidir. Və həmin mərkəzin necə və nə cür düzgün şəkildə idarə olunması mütləq vəhyə bağlanmalıdır. Mütləq ilahi təlimata bağlanmalıdır ki, hətta insan düzgün şəkildə neyləsin? Formalaşsın. Hacı, elə sözünüzə müdaxilə Sevinç xanım da üzrlü bilsə, o ki, deyirsiniz ki, əslində elm məsələsi gəldi. Bu, çox gözəl gəlişim gəldi. Əvvəl dediniz ki, insanın ağlı var. İnsanın ağlı var, amma ona elm də deyir. Sonra da dediniz ki, çoxlu elmli olmaq olar. Elə bu günlərcə dünyanın əksəriyyəti elmli ola bilər və s. Amma hansı elm? O elm ki, insanı həmin o əkrəm ki vardı orada keçir. O elm ki insanı kəramətə aparacaq. Yəni məsələn o ləqəd kərrəmləl bəni Adəmdə də bu keçir. O əkrəmə aparacaq və o qələmləndir, ayırmaqlandır. Sanki o ayırmaq həm başqa cəhətlərdən ayırmaq, həm də ki elə bil onu insan başqa canlılardan ayırmaq mərhələsinə çatdıracaq və bu da elmləndir. O hüsuli elm ki, siz dediyiniz kimi, yəni sizin dediyinizdə bu başa düşür ki, onun bir keyfiyyəti var ki, çünki çoxlu elm var axı. Elm də amma o elm ki, insanı o əkrəm mərhələsinə çatdırar, kəramətli elə. Yəni hüsuli mərhələdən sanki bir hüzuri mərhələyə keçirdər insanı, insanın həmin o ruhunu düzəldir. Çox gözəl, çox qəşəng məsələdir. Ağıl var, məbəs gəlir ki, ağıllı insana yeni bir yön versin ki, onu əkrəm, kəramətli və hidayətli. Çox gözəl.
Çox təşəkkür edirəm. Elə geniş cavab verdiniz, həm də çox şaxəli cavab verdiniz. Həm teoloji məsələləri qabartdınız ki, əslində Risalət nübüvvətdən fərqlidir və necə fərqlidir. O məbəsin prosesini izah elədiniz, onun Quranda yansımasını izah elədiniz. Ayələrin təfsiri və sonda yox, elə əvvəldən gətirdiniz və sonuna qədər də hissəsində 3 belə deyim, fiquru ortaya qoydunuz ki, bir risalət var, onu gətirən peyğəmbər var və insan var. Elə biz bu səpkidə də söhbətimizi davam eləmək istəyirik. Üstad, istəyirəm sizdən soruşum. Hacı ki, buyurur risalət, biz və insana gələn mesaj, belə bir təbirdən istifadə elədiniz. Biz istəyirik bu mesajı başa düşək və bunun fonunda dini başa düşək. Yəni, bu sadə məsələ deyil, deməli, insana din gəlib. Din ümumiyyətlə nədir və niyə Allah din insanlara göndərdi? Bəli. Sualın davamı var. Hələ ki bu qədər. Hacı çox qəşəng məsələyə toxundu, doğrudan da. Doğrudan da həmin o ayələrdən də görsənir ki, məqsəd elə insandır. Məqsəd insandır deyə təbii ki, bu din insan üçündür. Və din insan üçündürsə, onda biz görək ki, din nədir? Din barəsində Hacının da bildiyi kimi çoxlu təriflər deyilib. Hətta deyiblər ki, kəlam cəhətdə bir mövzu var. Deyirlər ki, orada ümumiyyətlə din nədiri tam tərifini vermək olmur ki, din nədir? Tam tərifi də verilə bilmir. Amma ümumi olaraq belə nəzərə bu gəlir ki, din o şeydir ki, insanları, həmin Hacı da deyən kimi, insanları canlılıq mərhələsindən şərafət mərhələsinə aparsın. Baxmayaraq ki, insanın ağlı var, baxmayaraq ki, insan müxtəlif, belə deyək, dünyaya aid olan müxtəlif elmlərlə də elmlənə bilər. Amma insanın bir mərhələsi, insana bir potensialı var ki, ləqəd kərrəmnəl bəni Adəm də elə budur da. Yəni, mən Adəm övladına kəramət və şərafət potensialı vermişəm. Və o hidayət tapa bilər. O hidayət, az da orada hidayət sözünü vuruladı. Hidayət elə bir şeydir ki, insan ağlı ilə ona çata bilməz. Dünyada özünü idarə eləyə bilər, dünyanın padşahı ola bilər, dünyada hər şey eləyə bilər bir yerə qədər. Amma o hidayət prosesi nədirsə, onu insan öz ağlı ilə eləyə bilməz, ümumiyyətlə ağıl eləyə bilməz. Nə qədər qalsa da ağıl eləyə bilməz. İndi hətta İslam etiqadında belə bəhslər də var. Bəzi alimlər deyiblər ki, hətta peyğəmbərlər peyğəmbərliyə seçilməsəydi, yəni Allah onlara sistem verməsəydi, ilahi konsepsiya verməsəydi, hətta bütün ağıllar belə insan hidayətini düşünə bilməzdi. İndi əlbəttə bunun müqabilində başqa sözdə deyiblər ki, çünki peyğəmbərlər ilahi şəxsiyyətdə özlərindən də nəsə deyə bilər, amma hər nə deyə bilərdisə də yenə də Allaha söykər. Deməli, din insanlıq üçün gəlib və bu elə bir zərurətdir ki, insan din olmasaydı, həmin o ayədə keçən həm Əkrəm, həm o ləqəd kərrəmnəl bəni Adəmdəki şərafət və kəramət potensialını insan aktuallaşdıra bilməzdi. Ona görə də dinin gəlməsi zəruri idi və din bizə nədən xəbər verir? Maraqlı məsələlərdən biri budur. Həm din gəlir insanın ali xüsusiyyətlərini kamilləşdirir. İnsanda ali xüsusiyyətlər var ki, hətta bu dünyada yaşaması üçün onun müəyyən məsələlərdən çıxardır. Məsələn, dində nə buyurulur? Deyir ki, tutaq ki, ucub etmək olmaz, riya etmək olmaz, kibr etmək olmaz. Məsələn, mən hələ primitiv buradan toxunuram. Bunu bütün psixologlar deyirlər ki, və elə İslam elmlərində də bu var ki, əslində bunların hamısı insanın nəfsindən qaynaqlanan bir şeylərdir. Yəni, Allahın özünün sayəsində bu baş verib insanda. Yəni, təkəbbür, riya nə üçün? Məsələn, riya insanın həmin o şəhvət qüvvəsindən, yaşam qüvvəsindən qaynaqlanan bir şeydir. Riya. Niyə? Çünki özünü göstərir ki, ayaqda qalsın. Əgər heylə olmasaydı, o ayaqda qalmazdı. Ucub özünü bəyənir ki, ayaqda qalsın. Kibir belədir. Amma din gəlir deyir ki, bunlar səndə var, ona görə ki, ayaqda qalasan. Amma bu filan mərhələyə qədər mühümdür. Məsələn, təəssübkeşlik. Həmiyyə mərhələsinə çatmayana qədər zərurətdir həmiyyə.
Amma həmiyyə mərhələsinə çatsa gərək saxlayasan. Din bizə başa salması ki, sənin dünyada yaşamaq üçün sənin bir dənə şəhvət və qəzəb qüvvan var. Bu qüvvələrin biri cazibə, biri dafiyədir. Amma bunların sən arxasıca gedərsən, o səni dünyada məhv eləyər. Bunlar sənin var olmağın üçün, ayaqda qalmağın üçün var. Şəhvət qüvvəsi və onun çoxlu bölmələri var. Qəzəb qüvvəsi və onun çoxlu bölmələri. Hər biri insanın yaşamı üçün əladır. Amma hara qədər, nə qədər, nələr insanın ruhunu xarab eləyə bilər, nələr insanı ali insanı dəyərlərə çatdıra biləri, heç vaxt insan öz-özünə bilə bilməz. Ona görə də məhz vəhy gəlməli idi. Vəhyin sayəsində, peyğəmbərlərin məbus olmasının sayəsində insanlığa belə əzəmətli bir ərmağan gəlməlidir. Mən həmişə vəhy barəsində ilahi konsepsiya işlədirəm. Bu elə məruf sözdür təbii ki. İlahi konsepsiya nə deməkdir? Yəni Allah özü insanlığın belə deyək, şərafət tapması üçün, ali insani dəyərlərə sahib olması üçün, bütün o insani cəhətlərini kontrolda saxlaması üçün bunu göndərir. Hətta mövzulardan biri də budur. Mənim xoşuma gələn mövzulardan biri budur ki, yaxşı, din var, insana din lazımdır, insan və s. Bəs niyə məhz Allah təqdim eləməlidir? Çünki deyirlər ki, peyğəmbərin özünün də müdaxiləsi yoxdur. Çünki Allah bilir ki, insan kimdir. Bəli. İnsan kimdir, onun nəyi var Allah bilir. İkinci, dünyanı da Allah bilir. Çünki insan dünyadan təsirlənir. Həm insanın şərafət tərəfini bilir, fitrət tərəfini, ruhunun şərafətini bilir. Həm onun şəhvət və qəzəb qüvvələrinin, yəni cazibə və dafiyəsinin nə olmasını bilir. Eyni zamanda dünya insanın ruhunda hər hansı bir hadisə nə qədər təsir eləyə bilər? Məsələn, valideynə uf belə demək insanın ürəyinə, ruhuna ziyan olduğu halda, amma başqa bir halda öldürün onları. Düşmənləri öldürmək buyurulur. Bunu qarışdıranlar da var. Bəzən deyirlər ki, öldürmək olmaz, nə bilim, toyuğu kəsmək olmaz, günahdır, filandır. Bu kimi dediyi halda Allah ən yaxşısını bilir ki, insan harda nə eləyə bilər. Məsələn, qeybət nə qədər ola bilər, təkəbbürlük insan nə qədər ola bilər. Ümumiyyətlə, insan izzətini kənara qoymalıdır. Yoxsa insanda bir şey var. Təəssübkeşlik birmənalı şəkildə atılmalıdır. Çünki əxlaq elmində Hacının da buyurduğu kimi, Hacının da bildiyi kimi, əxlaq elmində məsələn təəssübkeşliyi tamam insan aradan aparar. Bu dini terminologiyada qeyrətsizlik kimi deyilir. Deyilir ki, bu qeyrət olmaz. Yəni təəssübkeşliyi insan bir dəfə aradan aparmaq istəyər, qeyrətsizliyə gəlib düşər. Ümumiyyətlə qeyrətsizlik Azərbaycan dilində işlənən o namusla bağlı məsələ deyil. Bəli. Qeyrət qeydinə qalmaqdır, təəssübünü çəkməkdir. Laqeydsiz Bəli, olmamaq. hər kəs insan olaraq bir yerə qədər təəssüb çəkməlidir. Ya insan təfrit eləyər, ümumiyyətlə aradan gedər Bəli. ki, biz görürük bu gün. Ya insan ifrat eləyər, onda da xarablayar ki, həmiyyə mərhələsinə gələr. Allah özü bunu Quranda qınayır bu mərhələdə olanları. Yəni Allah insanı da bilir və insanın təsirləndiyi aləmi də bilir deyə o ilahi konsepsiya göndərməli idi. Və bundan əlavə bir məsələ daha mühümdür elə hesab eləyirəm. Bir də Allah Mütəal bilir ki, insan biz bilməzdik onu heç vaxt əgər vəhy gəlməsəydi. Bilir ki, insan bu dünyalıq deyil təkcə. Bir neçə müddətdən sonra dünyasını dəyişir və əbədi qalır. Bu xəbərin özü ən mühüm xəbərdir. Yəni hətta peyğəmbər məbus olub elə bizə bir kəlmə desəydi ki, mən məsələn ilahi konsepsiya da gətirməmişəm, heç nə deyə bilmirəm, amma o axirət var, sorğu-sual olunacaq. Elə eləyin ki, başınıza bir çarə tapın. Çox da pis adam olmayın. Belə də desəydi, məbəsin vallahi yeri var idi ki, bizə oradan xəbər. Çünki o məbəs olmasa, peyğəmbərlərinin vasitəsilə Allah dini bizə göndərməsə, biz bilə bilmərik nədir və o üzdəndir ki, insan bu dünyada ömrünü müvəqqəti bilər, hər iş görmək ürəyindən keçər. Hər işə əl atar və yaxud da o qədər hiyləgərlik, manevr, insana yaraşmayan işlərin arxasında olur və onu özünə qənimət bilər. İndi görürsünüz, elə bu etiqaddır ki, bəzi insanlar yaşlanırlar, amma yaşlarına uyğun olmayan addımlar atırlar. Bəzi insanlar ailə qurmamaq üçün gözləyirlər ki, başqası üçün mən nə üçün? Bir dəfə ömrüm var. Məsələn, Avropada nə deyir? Başqası, övladı başqası deyir. Başqasından ötürü mən nə üçün özümü belə etməliyim? Amma din gəldi bizə başa saldı ki, bu dünya deyil. Məsələn, mən o gün bir ateistlə danışıram. Mənim elə tanışlarımdan biri deyir ki, nəsə söz düşdü, müharibə ərəfəsi idi. Deyirəm ki, bəs şəhidlik filan, bəs məkan şəhid övladınızın şəhid olması dedi, yox, nə övladım şəhid olma. Mən övlad böyütməmişəm ki, şəhid olsun. Özdə hansı yaşında? Ən cavan yaşında. Bəs yaxşı, onda niyə
bu Qarabağ döyüşlərində o cavan uşaqlar Allahdan şəhadət istəyirlər. Səsləri də Bəli, internetdə bəli, də yayılıb deyir ki, dostlarına deyir ki, dua bəli. eləyin mən şəhid olum. Ya Hüseyn, biz Hüseynin qonaqlarıyıq. Bəs niyə belə eləyir? Məbəs onlara başa saldı ki, ölüm yoxdur. Bəli. Məbəs olmasaydı heç kəs insan cavan canını verməzdi. Bəli, Çünki bəli, bəli. doğrudan məntiqsiz gələrdi həyat. Adam Bəli. fikirləşəndə qəribə olur. Kim gedib öz canından keçər? Əlbəttə təəssübkeşlik hissindən dolayı insanın ağlı tətil eləyər, insan gedər canından keçər. Amma bugünkü mömin, mütədəyyin bir döyüşçü artıq həm də əqli cəhətdən qanidir və Allahdan bunu istəyir. Bir var mən döyüşürəm, ölərəmsə də canım vətənə qurban olsun. Bir var ki, mən istəyirəm ki, şəhadətə çatam. Çünki ölüm yoxluq deyil, ölüm şərafətdir, ölüm gözəldir. Bax bunu bizə məbəs verir. Bunu bizə din verir. Bu Allahın böyük bir rəhmətidir. Ki Allah bu rəhmətinin sayəsində bizə başa salır ki, siz bax mən bu cəhətdən sizə din göndərmişəm və bütün bunlardan sonra adamın Allaha vallah təşəkkür etməyə gəlir. Ki ilahi, bəzən biz dini çox üzr istəyirəm ifadəmə görə boyunduruq kimi görürük ki, Allah da bizə əmr eləyib, biz də itaət eləməliyik. Namaz deyib qılırıq, falan deyib, nə deyir? Eləyirik, şükür Allah. Amma biz görməliyik ki, alimlər Allah bizə lütf eləyib. Əgər dinini göndərməsiydi, əgər məbus eləməsiydi peyğəmbərlərini, əgər bu dinin sayəsində bizə həqiqətlərdən xəbər verməsəydi, bizim dünyamız heç də yaxşı olmazdı. Nə ali insani dəyərlərə sahib olardı, nə aramlığımız olardı, nə vətən qarşısında məsələn nəsə eləyərdi. Ya məsələn valideynliyə tələsməzdi. Necə bu gün qərbdə belədir. Qərb deyir ki, o başqası üçün mən nə üçün zülm çəkməliyəm? Ya falan məsələləri elm. Yəni hətta dünyanın yaşamı da düzgün olmazdı. İnsan dünyada da aram, rahat, huzur içində yaşaya bilməzdi. İnsan qorxaq olardı. İnsan ömrünü bir dəfə yaşayıb deyə hər şeyin arxasında olardı. Bu kimi aramlıqları Allah məhz dini konsepsiya vasitəsilə, məbəsin vasitəsilə bizə əta eləyir. Həmd olsun alimlərin Allahına. Hazır nəsə İstəyirəm da üzr Bəli, istəyirəm, əlavə estağfurullah, olmasın deyə. Yəni Sazının da buyurduğu sözlərin əsas həqiqəti bir məsələyə toxunur ki, Peyğəmbər məbəs etmədiyi dövrə qədər insan belə düşünürdü ki, sadəcə o bu cisimdən ibarətdir. Bəli. Amma Allahın Rəsulü gəldi ona, onun həqiqətini açıqlamaqdan ötürü ona buyurdu ki, sən cisimdən ibarət deyilsən, sənin bir daxili aləmində ruh deyilən bir varlıq var. Siz təsəvvür edin ki, yəni bu özü geniş bir mövzudur. İnşallah qismət olsa bunun haqqında başqa bir günlərdə danışarıq. Baxın görün Rəbbəl aləmin insan varlığını yaradanda nə zaman varlıq aləmində olan bütün mələklərə və yaxud da ki, hətta yer üzərində insan da belə deyim olsa, bu həqiqətə görə Allaha səcdə etməlidir. Yəni Quran gəlir deyir ki, bir zaman ki biz onu bir mərhələyə çatdırdıq, elə ki ruh ona əta edəndən sonra o artıq təzimə, hörmətə və ehtirama layiq oldu. Yəni başa salmaq istəyir ki, dinin missiyası və məbəsin missiyası bundan ibarətdir ki, siz düşünməyin ki, insan bir dənə fizioloji bu cəsəddən ibarətdir, cisimdən ibarətdir. Xeyr. Onun əsas mahiyyəti, əsas qahiyəsi o ki, ruhdur. Ona görə peyğəmbərlərin vəzifəsi ruhun oyanışı, ruhun belə deyim də daha da mükəmməlləşməsi və sonda qeyd etdiyimiz kimi o şəhadətə can atan adam bilir ki, onun cismi yox, əsas həqiqi mahiyyəti onun ruhudur və ruha görə də bu belə deyim də yaradana özünü təslim edib də. Həqiqət budur. Nə qədər dinə ehtiyac var? Çox həddən ehtiyac var. Bir də bir şey də qeyd edeyim. Biz həmişə deyirik ki, Hacının bütün verdiyi mesajlar buna söykəndi ki, yaradan odursa, yaradılanın nəyə ehtiyac olduğunu o daha gözəl bilir. Hətta Quranda da ayə var. Yaradan odur və huvəl latiful xəbir. Odur xəbərdar olan. Mən misal çəkirəm həmişə, yəni dini bu cür təqdim edirəm və yaxud da ki, ilahi risaləti bu cür təqdim edirəm ki, bütün texnologiya istehsal edən bütün şirkətlər, texnologiyanı istehsal edəndə, hətta əlimizdə olan bu telefonu da bizə verəndə, onun altında bir dənə təlimat kitabçası qoyurlar. O təlimat kitabçası nədən ötürüdür? Yəni bunun necə və nə cür istifadə və idarə olunması üçündür? Mən elə düşünürəm ki, Rəbbəl aləmin də əgər insanlara məbəs vasitəsilə sonda gəlib o Quran formasına düşəcəksə, Quranın özü də insan deyilən varlığın alt yapısında olan təlimat kitabçasıdır. Məsələn, niyə bugün insanlar əziyyət çəkir? Niyə bugün insanlar çox böyük problemlərlə, bəlalarla üzləşir? Sanki
telefona bənzər. Telefonda bir problem yaranır. Mənim onu necə və nə cür istifadə etmə qaydanı bilmədiyimə görə, onu düzgün istifadə etməmişəm deyəndə bu hardasa bir xarab olma ehtimalı var. İnsan da o cürdür. İnsanın öz təlimat kitabçasından xəbəri olmadığı təqdirdə, təbii də o heç vaxt özünü düzgün şəkildə idarə edə bilməz. İlahi qanun da, din özü toplumdur. Əslində Hacı da gözəl buyurdu. Din dəyərlər toplusudur. O dəyərlər toplusunu insan mənən, ruhan dərk eləyə bilər. Yəni bir insana şəhadət məqamını izah eləmək üçün gedib 100 ildə universitetlərdə ona elm, bilik, texnologiya inkişafından danışsalar, o ruhan onu duymasa, dərk etməsə onu qəbul edə bilməz. Bəli. Onu mənəvi baxımdan qəbul etməlidir. Ona görə də risalətin və eyni zamanda dinin əsas qayələrindən biri budur ki, insanın ruhan dirçəlişə doğru aparır ki, sonda əsas hədəf üçün ki, insan yaranıb, orada bəli o ləzzəti, o həqiqi mahiyyəti və nə qədər, mən bunu alimlər də söyləyir də, insanın ruhu nə qədər aktiv olsa, ona müəllimə ehtiyac yoxdur. Quran buyurur da bunu. Deyir, siz əgər ruhunuz aktiv olsa, yəni həqiqətinizə dönüş etmiş olsanız, huvə yuəllimukum, bu özü sizə öyrədəcək. Yəni həqiqətən də elə şeyləri siz özünüz öyrənə bilərsiniz. Ağıl onu dərk etmədiyi bir təqdirdə, ağıl onu nə bilim qəbul etmədiyi bir təqdirdə ruhan onu sənə neynəcək? İzah edir. Hacıcan, qələmin də mənası izah olunur. Buradakı qələmdə, yəni o elm hansı elmdir? O elmi ki, biz nə demək istəyirəm, çox üzr istəyirəm. Baxın, elə əsrlər boyda şayət olmuş ola. Bəli. Amma bu günlərin ən aktual məsələlərdən biri nədir? Elmli olmaq lazımdır. Məsələn, universitet müəllimlərinin, akademiklərin, ziyalıların sözlərindən biri budur ki, elmli olmaq lazımdır. Elmli olmaq hər şeydir. Amma hansı elm? Yəni sən deyirsən ki, mən elmliyəm, mən akademikəm, mən ziyalıyam, mən falan, ehtiyac yoxdur bizim dinə. Din məsələlərinə ehtiyac yoxdur. Din o adamlardan ötürüdür ki, onlar da özlərini yaxşı aparsınlar filan olsunlar. Əgər bir insan ziyalı olubsa, buna ehtiyac yoxdur. Amma elə Quran özü də bunu deyir. Baxın, iqra ilə başlayır, oxu deyir. Biz maşallah. Amma əzizim, hansı oxu? Bəli. Əziz, nə bilim, ziyalı, hansı oxu? Bəli. O oxu ki, bayaq siz buyurduğunuz kimi insanı ora çatdırsın. Bu elm. Qələmin də mənası elə siz buyurduğunuz üçün burada aydınlaşır. Və hətta üzr istəyirəm, mən həmişə bunu misal çəkirəm. Deyirəm ki, dəyərli olmaq üçün elmlə iman ayrı düşsə, dəyərli ola bilməz insan. Mütləq elmi imana qatmış olsan, o zaman dəyər və dəyərli olacaqsan və dəyərli də qalacaqsan. Hətta bizim dahilərimizə baxın. Məsələn, ki, biz bugün Məhəmməd Füzulidən danışırıqsa, kim deyə bilər ki, Məhəmməd Füzuli elmli deyil? Deyə bilər, amma imanı olduğuna görə onu əbədiləşdirir. İman bunun üçün lazımdır. İman həmin elmi əbədiləşdirməkdən ötürüdür. Nə qədər tarixdə dahi şəxsiyyətlər görmüşük, Tusisindən tutmuş, Nəsimisindən tutmuş, kimlərdən görmüşüksə, onlar elmi dinlə birləşdiriblər, həm dahiləşiblər, həm də əbədi olaraq adları qeyd olunur. Amma filan kəs filan elmi iqtira edib, kəşf edib, hətta mən onu deyərdim ki, elmi kəşf edən insanlar neçə illər bundan öncə hələ bilmirdilər. Görəsən yer günəşin ətrafında fırlanır, yoxsa günəş yerin ətrafında fırlanır. Hətta neçə illəri insanlar haqqında belə bir fikir söylədilər. Amma elmlə iman birləşəndə həqiqəti ortaya qoyur və eyni zamanda bu həqiqəti ortaya qoymaq üçün dahiləşir və əbədiləşir. Din, Lord desə ki, insanı əbədiləşdirməkdən ötürü, müvəqqəti etməkdən ötürü deyil. Həqiqət budur. Çoxdur. Hətta iblisin də başına bu hadisə gəldi. Bilirdi, amma təşəkkür edirəm Hacıcan. Çox sağ olun cavablarınız üçün. Ən çox xoşuma gələn bu oldu ki, dini mücərrədlikdən, mürəkkəb teoloji təriflərdən çıxardıb, sadə hər kəsin başa düşəcəyi mesajlar şəklində təqdim elədiniz. Bu çox mühüm məsələdir valla. Valla bu çox mühüm məsələdir. Niyə? Çünki insanlar dini qəribə bir konsepsiya görürlər və bu bəzi zövqlü insanların yaşamaq istədiyi bir şey kimi görürlər. Halbuki bu hər kəsə aiddir. Peyğəmbərlər də peyğəmbərdir deyə məcbur bu yoldan gediblər deyil. Peyğəmbərlərə də bunun adiyyəti var. İnsan hamıya aiddir. Yəni din zövqani bir şey deyil ki. Çox gözəl burasını tutursa, əgər doğrudan da Hacının danışıqlarıyla bu şeyə gəlib çatırsa ki, din o mücərrətlikdən qəribə bir şey gəlib hamının ehtiyacı kimi görsənirsə, elə bu podkastımızın da bəli, elə hədəfi budur ki, bu olsun. Vallahi elə əslində də belə olmalı.
Valla çox qəribədir. İndi mən adam təəccübünü gizlədə bilmir ki, insanlığa bu qədər zəruri lazım olan bir şeyi Bəli. insan necə dışlaya bilir, insan necə onu Tamamilə yəqin ki, mahiyyətini başa düşmürlər. Yəqin ki, o ciddiyyətini bilmir. Ona görə də Məbəs günü çox böyük bayramdır. Bəli. Məbəs gününü insan o qədər haykırtı ilə keçirtməlidir ki, hətta dindarı. Ona görə ki, başa düşməlidir ki, ay cəmaət, bu dünyaya aləmlərin Allahı belə bir nemət yetirib. Buna etinasızlıq olmaz. Bu elə sizin özünüz üçündür. Bu Tamamilə sizin özünüz doğrudur. üçündür. Baxın, ümumiyyətlə dinin mövzusu bütövlükdə insandır. Hara fırlatsan, Yüz hara faiz. aparsan insandır. Yəni insanı insan kimi formalaşdırmaqdan ötürü ilahi təlimlər çox zəruridir. Çox önəmlidir. Və Quran dəfələrlə bu barədə mesajlar verir ki, o peyğəmbərlər göndərib ki, sizi zülmətdən Nura çıxarsın. nura çıxartsın. Yəni siz insan olaraq zülmətdən nura çıxmış olsanız, o sizin həyatınızın qurtuluşudur. Elm nə qədər inkişaf etmiş olsa, tərəqqidə olmuş olsa belə, insaniyyətə xidmət edə bilməyi bacarsan qurtuluş var. Yəni hətta görürsüz, dinimiz Qurani-Kərimdə də qeyd etdiyim kimi, yəni çox da o kiminsə ixtira, kəşf və bu kimi məsələlərə deyil, elə bu insanın mövzulara toxunur ki, o belə bir lor misal da deyirlər, bilməm nə qədər doğrudur. Bir ata öz övladına dünyanın düzəlməsi üçün insanın düzəlməsi lazımdır deyə təlimini verir. Gör övlad başa düşmür. Xəritə məsələsi var da. Bir böyük xəritəni qoyur onun qabağına, arxasında bir insan şəkli çəkir, bir müddət ona göstərir, sonra xəritəni cırıb dağıdır, verir ona deyir ki, oğlum, indi sən bunu xəritədə, kağızda olan bir şeydə onu düzəlt. Uşaq da o tərəfə çevirir. Nəhayət axırda bilir ki, hə, bunun arxasında bir insan şəkli var. Çevirir, insan şəklini formalaşdırır, xəritə düzələr. O gəl, yəni həqiqətən insan deyilən varlıq düzəlsə, dünyamız düzələcək. Bütün istiqamətdə hər şeydə gözəl gedəcək. Dinin xitabı da insanadır. Dinin xitabı da insanın dərinliklərində gizlənən həqiqətləri aşkar etməkdir. Çox düz. İnsan düzəlsə, problemlər hamısı elə insanın nəfsindən doğur. İnsan. Çox sağ olun. İstəyirəm Hacı növbəti sualımı sizə verim. Siz artıq bir neçə dəfə o məsələyə dolayısıyla toxundunuz, amma istəyirəm dolayısıyla yox, elə yaxından toxunaq. Həm məsələn o ilahi yaşam konsepsiyasının çatdırılması prosesinə bir neçə dəfə toxundunuz. Bundan da əvvəl bayaq qeyd elədiniz ki, bəs Məbəs gününə qədər yəni insan bundan xəbərsiz yaşayırdı ki, bu var və Məbəs günü ilə bu dönüş baş verir. İstəyirəm burada Peyğəmbərin və Peyğəmbərliyin əslində funksiyalarından və ilahi sistemdə onun missiyasından danışaq. Çox mühüm sualdır, çox mühüm sualdır. Biz buna vaxtımız qədər çalışaraq iki yanaşma ilə baxaq. Qurani-Kərimin verdiyi mesajların hər birinə dərindən biz baxsaq, birinci sual meydana gəlir ki, yəni doğrudan da bu peyğəmbərə ehtiyac varmı və yaxud da ki, bu ilahi sistemə ehtiyac varmı? Biz peyğəmbərlik deyəndə bir şəxsin belə deyim də gətirdiyi nizam, intizam və yaxud da ki, konstitusiya qayda qanunları nəzərdə tutulur ki, cəmiyyətə təqdim olunur. Buna ehtiyac varmı, yoxsa yox? Təbiidir, bunun cavabı belə deyək, çox dərin və eyni zamanda çox insan vicdanına bağlı olan bir məsələdir. Rəbbimiz insanı yaratmamışdan öncə ona bir, Quran da onu gözəl buyurur, fitrət deyilən bir anlayış var. Mən fitrətin fəlsəfi ilə, belə deyim də, bir ideoloji dərinliyinə getmirəm. Fitrət yaddaş toplusudur. Fitrət insanda yaddaş toplusudur. Allah insana yaradılış aləmində yaddaş toplusu içində qoyubdur. Bu yaddaş toplusu hamısı dəyərlərdən ibarətdir. Mənim daxilimdə, mənim varlıq aləmində, yaradılışımda, loru dildəsə ki, torpağımın, xəmrimin yoğurma müddətində mən bir yaddaş sistemi Allah mənə yükləyib. Bunun adını Quran qoyur fitrət. Peyğəmbərin vəzifəsi nədir? Mən deyərdim, Peyğəmbərin vəzifəsi yüzlərlə ayələrə biz nəzər salsaq, Peyğəmbərə buyur ki, fəzəkkir, innəmə əntə müzəkkir. Ya Peyğəmbər sən xatırlat. Yada sal. Yada sal. Peyğəmbərə hətta belə demir, yəni sən onu götür, məcburi sürətdə harasa təhkim et. Bu yada salmaq çox önəmli məsələdir. Bax, Peyğəmbər burada ehtiyac var. Nəbiyə, nübüvvətə burada ehtiyac var.
İnsanın daxili aləmində olan həqiqətləri ona yada salmağa ehtiyac var. Bu gün məsələn biz özümüz də cəmiyyətimizdə olanda müəyyən dəyərlər var. Görürsən ki, bir cəmiyyət süquta doğru gedir. Bir dənə ağsaqqal çıxır, bir böyük çıxır. O cəmiyyətin içərisində olan dəyərləri onların yadına salır deyə onları köklərinə qaytarır. Peyğəmbərin əsas missiyası Lest aleyhim bi musaytir. Ya Peyğəmbər, sən onların üzərində zor güc tətbiq edən deyilsən. Sənin işin yalnız və yalnız onun daxili yaddaşında olan həqiqətləri ona xatırlamaqdır. Sən xatırlat, onda oyanış olsun. Yəni Peyğəmbər insanlıq, varlıq aləminə oyanışı aktiv etməkdən ötürü gələn bir varlıqdır, şəxsdir. Ona görə də biz həqiqətən baxıb görürük ki, insan deyilən varlığın ən böyük problemi həqiqətləri, dəyərləri unudandır. İnsan budur da, insanın xarakterindən də biri budur ki, insan dəyərləri unudanda və yaxud da ki, həqiqətləri unudanda unutqanlıq onun üçün böyük bir mesaja səbəb olur. Hətta bunu Rəbbəl aləmin Həzrəti Adəm əleyhissalatü vesselamın yaradılış aləmin haqqında danışanda da bu mesajı verir. Orada ayədə belə keçir ki, yəni sən unutqanlardan olduğunda. Yəni insanı bugün cəhalata doğru və yaxud da ki, insanı bugün süquta doğru aparan amillərdən biri budur ki, insan öz dəyərlərindən, öz belə deyim də ali məramından, məqamından unudacaq, öz həqiqətini unudacaq, ondan sonra robot kimi hərəkət edəcək. Elə insanı deyəsən mənası da odur, nisyandandır da. Üç məna verilir, mənalardan da biri nisyan mənasıdır və bunu Quranda mesajlar buyurur ki, yəni sən unutqanlıq ucbatından etdin və bu mərhələyə gəldin, çatdın. Deməli, Peyğəmbərin birinci missiyası bizim batini aləmimizdə olan, o yaddaşda olan şeyləri bizə daim xatırlamaqdır. Daim xatırlamaq. Onu Quran dəfələri ki, bəlliq, sən çatdır. Sənin vəzifən bundan ibarətdir. Yəni, insan deyilən varlıq aləminin yaddaş kartını aktiv saxlamaqdan ötürü Peyğəmbər lazımdır. Peyğəmbər lazımdır. Bu, onun ilk peşəsi vəzifəsidir. Digər bir tərəfdən də dəyərli hacımız da mənə kömək eləsin. Ayə səhv etmirəmsə, Tin surəsinin 4, 5-ci, 6-cı ayələr olmalıdır. İnsan süqutla zirvə arasındadır daim. Və laqad xalaqnal insana fi əhsəni təqvim. Thumma ərədədnahu əsfələ safilin. Təqvim, biz də bu yeni il təqvimində yaşayırıq. Təqvim olmasa bizim nə vaxtımız bilinəcək, nə həyatımız bilinəcək, nə saatımız bilinəcək, nə günümüz bilinəcək. Aləm dəyəcək bir-birinə. Allah deyir ki, mən varlıq aləmində sənin içində bir düzən qoymuşam. Bəli. O düzəni balanslaşdırmaqdan ötürü Peyğəmbər gəlib, əgərləri sən onu balanslaşdıra bilsən, süquta doğru getməzsən, yüksəlişə doğru getməzsən. Ona görə o bizdə həmişə deyir, ayədə nə vaxt istisna gələndə ümid yerimiz var. İlləlləzinə aman. O bizim ümid yerimizdir. Bəli. Diqqət eləyirsiniz. Buyurur ki, biz insanı gözəl biçimdə yaratdıq. Thumma rədədnahu əsfələ safilin. Ondan sonra o süquta doğru gedə bilər. Sonra Allah gəlir istisna verir. İlləlləzinə amanu və amilus salihat. Mənə ümid yeri bəxş edən, məni o süqutdan belə deyim də qurtulmaqdan ötürü Peyğəmbər zəruridir. Bəli. Məsələn, bizdə hədislər söylür ki, insanın bir batini hüccəti var, bir də zahiri hüccəti var da. Baxın, biraz batini hüccətdən danışım, onu da çox geniş danışmaq istəmirəm. İnsan deyilən varlığın həqiqəti 3-4 şeydən ibarətdir. Birinci onun ağlıdır. İkinci onun qəlbidir. Üçüncü onun nəfsidir. Dördüncü də onun nəyi? Ruhu. Düz? Peyğəmbər gəlir deyir ki, ağıl təqlidçi olsa məhkumdur nəyə? Süquta. Ağıl nə olmalıdır? Tədqiqatçı olmalıdır. Təhqiqatçı olmalıdır. Təfəkkür etmə olmalıdır. Düşünməlidir. Baxın, təqlid etmək, yəni mən bu təqliddən danışıram. Yəni insanların, məsələn, bugün cəmiyyətimizə baxıb görürük ki, yeni bir model çıxır, bir libas kimi, hamısı qaçır ona doğru. Əslində bu təqlidlikdir və bu nədir? Tənəzzülə doğru aparır insanı. Quran sənə ağıl, Allah sənə ağıl veribsə, Peyğəmbər gəlir sənə deyir ki, ağlığı təqlidə yox, təhqiqə çevir. Çox gözəl. Səndə ağıl var. Ona görə dəfələrlə ayələrdə səhv etmirəmsə, Allah məzəmmət edir ki, onlarla ki, biz görmüşük ata-babalarımız belə eləyir, biz də belə gedirik. Xeyr, onu Quran qəbul etmir. Deməli, insanın süqutu nə vaxtı? Ağılı təhqiqdə yox, təqliddə istifadə edəndə süqutu var. Gəlirsən qəlb. Mən həmişə qəlbə, buna bir belə deyim də, loru təbirlə deyirəm ki, qəlb dəyərlər mərkəzidir. O mənəvi kompasdır. İnsanın qəlbi mənəvi kompasdır. Hansı dəyərə tərəf üz tutsan qəlbin o tərəfə yönələr. Bu %100'dür.
Yəni hətta bununla bağlı Quranın çox verdiyi bir mesajlar var ki, mən deyərdim ki, qəlb qədər insanda önəmli bir şey yoxdur. Qəlb öldüsə, o insanda insanlıq yoxdur. Peyğəmbər sallallahu missiyası həmin o ölü qəlbləri dirçəltməkdir. Yəni doğrudan da bu gün biz buna da toxunmalıyıq. Bir cəmiyyət içərisində bir insanın qarşıda duran bir insana hörmət, sayğısı, ehtiramı, nə bilim, dəyər verməsi yoxdursa, ancaq kin, paxıllıq, həsəd varsa, deməli bu ölü qəlbdir də. Quran da yüzlərlə ayədə bunları tənqid edir. Bəşəriyyət aləminə deyir ki, bax, kin olmaz, təkəbbür olmaz, ədavət olmaz içinizdə. Hətta peyğəmbərlərin missiyasında Allah belə buyurur peyğəmbərlərə. Deyir, sənin qəlbin gərək geniş ola. Sonra da buyurur ki, bəzən qəlblərinizi xətəm Allah alədir. Bəli. Niyə? Çünki önəmlidir. Bax, peyğəmbər gəlir, həmin o qəlbi, dediyim kimi, yəni içdə var onlar. Sadəcə onları aktivləşdirməkdən ötürü gəlir sənə deyir ki, bax, mən sənə deyirəm, diri saxla. Yəni zərrə qədər, belə deyim də, həsədə doğru gedərsənsə, qəlb öləcək. Buna hansı elm verər bizə? Bugün gəlin, elmi araşdırmalar bizə versin ki, bəli, bu həsəddir. Sən bundan çəkin ki, səndə filan şey yaranmasın. Bunu ilahi dindir. Ona görə Quran bu baxımdan, din bu baxımdan, peyğəmbər bu missiyanı icra edir, həyata keçirir. Bu önəmli bir şeydir. Nəfs də, mən həmişə bunu deyirəm ki, hacı, bir xəta fikir şey formalaşır bizdə ki, nəfsi öldürmək lazımdır. Nəfs insan ölənə qədər ölməyəcək. Onu konkret bilmək lazımdır. Nəfsi ölmək yox, islah etmək metodu götürmək, nəfs islah etməkdən ötürüdür. Öldürməkdən ötürü deyil. Ona görə Quranda ki, qad əfləhə mən zəqqaha. Hə, bunu kim gəlir sənə yolun göstərir? Nəfsin təzkiyəsi. Ona görə yüzəkkihim və yuəllimuhum. Bunu Peyğəmbər bizə göstərir ki, bu nəfs islah olunmalıdır. Yoxsa mən oturum, gözləyim ki, nəfsi öldürüm, nəfs ölməyəcək. Nə qədər sən yaşayırsansa, nəfs səndən yaşayacaq. Həmin nəfsin islahına Peyğəmbər sənə nə göstərir? Xəttlər göstərir, yollar göstərir. Quran gəlir, hacızam, nə buyur, üzr istəyirəm. Quran həm gəlir, deyir ki, nəfsin var və qəd əfləhə mən zəqqah və qəd xabə mən dəssaha. Sonra da deyir ki, necə? Necəsini də sonra növbəti prosesdə də necəsini başlayır. Həm gəlir, deyir ki, problem var. Səndə belə bir şey var. Sonra da deyir ki, indi Peyğəmbər və yuallimuhumul kitab vəl hikmə. Çox möhtəşəm. Nəfsi də əgər bu cür Peyğəmbər, özdəki Peyğəmbər tək bunu demir, özündə daşıyır. Peyğəmbər mən deyirəm ki, canlı modeldir. Sənə ağıldan danışanda canlı modeldir. Sənə qəlbdən danışanda canlı modeldir. Deyir ki, ləv kunta fallan qalizal qəlb. Əgər sən onlarla biraz qəliz formada, nə bilim, kin-küdrət formasında danışsaydın, hamısı dağılacaqdı. Bugün bir cəmiyyətin və yaxud da ki, mən həmişə bunu tənqid edirəm ki, bir insan öz ətrafında əgər cəmiyyəti öz başına yığa bilmirsə, problem ondadır. Nəyə görə? Çünki o davranışı düzgün deyil, üslubu düzgün deyil. Peyğəmbərin əsas missiyası buydu. Allah hətta ona qayıtdı, ya Peyğəmbər. Bir balaca qəlbində sən əgər insanlarla belə loru dildə desə ki, belə kinlə, ədavətlə filan, heç sənin başına toplaşmayacaq. Peyğəmbərin həm də canlı cəsəd olaraq bunu yaşayır. Eləmi? Və eyni zamanda Peyğəmbər nəfs olaraq da ondan ali nəfsi yoxdur ki, ondan böyük nəfsi yoxdur ki, Quran hətta onu bu cür vəsf elədi ki, innəkə lə'əla xuluqin əzim. Yəni biz o əxlaqi dəyərlər deyirik. Əslində mən əxlaqi dəyərlərə belə bir tərif verirəm. Deyirəm ki, insanın daxilində olan gözəlliklər. Əxlaq budur da. Və eyni zamanda insanın daxilində olan xilqət aləmində rəzilliklər də var. Təbiidir. Yəni bir bəlli məsələdir ki, qorxu və sevgi var. Və yaxud da ki, qəzəb. Bunlar hamısı olmalıdır da, balanslaşdırmadan ötürüdür. Peyğəmbər sallallahu həm bunu bir canlı model kimi insanlara bunu göstərir, həm də gəlir, lazım olanda biraz insanın qəzəbi qalxanda alır onun. Loru diləsə, kodunu alır ki, sən aşağı düş. Dördüncüsü bu da mühümdür ki, yəni insanı əbədiləşdirən ruhdursa, hə, o önəmli məsələdir. Mən hətta deyərdim ki, bununla da bağlı özəl bir, belə deyim də, mövzuya ehtiyac var. Ya Peyğəmbər səndən soruşsalar, ruh haqqında səndən soruşur, de, ruh Allahın əmridir. Bəziləri səhv ayəni başa düşür. Bəziləri ki, yox, bizə ruh haqqında heç bir məlumat verməyiblər. Yox, kim deyir sənə? Quran konkret deyir ki, səndən ruh haqqında soruşsalar, deyir ki, ruh Allahın əmrindəndir. Sadəcə onunla bağlı sizə cüzi miqdarda elm vermişik.
Mən də öz payıma deyirəm, yəni araşdırmağa görə baxıb görürəm ki, həqiqətən Allah Qurani-Kərimdə 4 dəfə bu ruhdan danışır. Ruhun həqiqəti, mahiyyəti nədirsə, peyğəmbər də gəlir bax bu mahiyyət kontekstindən insanın ruhunun əbədiləşdirməsi üçün, insanın ruhunun aliləşdirməsi üçün həmin metodları verir bizə. Şəxsən bir insana deyirsən ki, insanın mənəviyyatı nə vaxt güclü ola bilər? İnsanın mənəviyyatı o vaxt güclü ola bilər ki, onun ruhu aliləşər. Yəni ağıl dediyim qaydada öz düzgün funksiyasını yerinə yetirər. Ondan sonra qəlb öz düzgün funksiyasını yerinə yetirər, nəfs də öz düzgün funksiyasını yerinə yetirir, ruh əbədiləşəcək. Kamilləşəcək. Ona görə əbədilərdən ola bilərsən. Bu da çünki buradan başlamısan. Sən Quran özü buyurur ki, biz ilkin insanı yaradanda bunu verdik və hamısı ona təzim elədi. Sən buna çatmalısan. Bu peyğəmbərin missiyasıdır. Peyğəmbər bu missiyanı yerinə yetirməkdən ötürü mərhələvi şəkildə həm də canlı modeldir də. Bütün bu söylədiyimiz həqiqətlərə peyğəmbərin zamanında bir baxış keçir, nəzər yetirdi. Yəni ki, peyğəmbər bunu deyən idi, yoxsa deməmişdən öncə özü nə edirdi? Əməl edirdi. Biri gəlir peyğəmbərin ətrafına deyir ki, ya Rasulullah, mən deyim. Bir dəfə sual verir, peyğəmbər cavab verir, gedir. 2 dəfə sual verir, cavab gedir. 3 dəfə sual verir, 4-cü dəfə deyir ki, din odur ki, sənin kimi insana qarşı əsəbləşməsin. Yəni bunu realda göstərir. Həqiqəti də budur. Yəni təbiət budur da, insanın təbiəti budur. Yəni bir şey məndən 3 dəfə soruşulur, bəlkə mən öz həddimdən çıxaram ki, din deyir ki, bundan ötürüdür ki, sənin kimi bir insan qarşına çıxanda insan əsəbləşməsin. Görün nə gözəl peyğəmbər onu təqdim edir bəşəriyyətə. Ona görə peyğəmbər lazımdır xatırlatmaqdan ötürü və eyni zamanda canlı model olaraq söylədiyim bu dəyərləri həm yaşayır, həm də sənə yaşatmaqdan ötürü istiqamət verir. Bu olmasa bəşər həqiqətən də bir insan olaraq öz həqiqətini itirər və bu gün də bütün dünyada getmiş problemlərin həqiqətinin kökünü axtaranda insan öz missiyasını düzgün icra etmədiyinə görə problem içindədir, yaşayır. Bu cəmiyyətdə də bu cürdür, istəyirəm ailə daxilinə girəndə də bu cürdür, dostla da bu cürdür, qardaş. Hamısında insan faktı önəmli bir şeydir. Onun peyğəmbərin gəlməsi də zəruridir, olması da zəruridir və missiyası da qeyd etdiyim bu incə mətləblərdir. Çox sağ olun Hacı. Aydın oldu. Müxtəlif tərəflərini əslində qabartdınız. Həm peyğəmbərin batini, yəni indikator rolunu göstərdiniz, həm ruhun tərbiyəçisi olmağını, həm də ki canlı model olmağını. Bir məsələ diqqətimizi çəkdi. Deməli, bugün söhbətimiz başlayandan bizim mövzumuz nədən, hansı sualdan danışsaq da insan olub, insan faktoru qabarıb. İstər peyğəmbərdən danışanda, istər dindən danışanda. Və elə sualın əvvəlində də siz insanın xüsusiyyətlərinə görə dinin mesajını açıqladınız bizim üçün. Və buradan bir nəticə alırıq ki, deməli, insan olmasaydı din olmayacaqdı. Digər tərəfdən də biz həmişə hər şeyi siz zərurət əlaqəsi ilə izah eləmişsiniz ki, insanın varlığı dini zərur eləyir. Eləcə də çox maraqlıdır, çünki yəni bu bir məxluqdur və aləmlərin Allahı, belə deyim, qolunu çivməliyib, bu işə girib və onun üçün bir konsepsiya düzəldib, göndərib. İstəyirəm biraz da bu istiqamətdən danışaq ki, ümumiyyətlə, niyə Allah bu işi gördü? Nə qədər zəruri idi bu məsələ? Deyilməsiniz. Bəli, deməli, dinin doğrudan da, elə bayaq da danışdığınız kimi, Hacıda maşallah olsun, peyğəmbərlik missiyasına çox əla nöqtələrə toxundu. Bütün bu danışılanların hamısından görürük ki, din nə qədər zəruridir və dinin varlığı insanlıq üçün əvəz olunmazdır, müstəsna haldır. Bir insan dinsiz, din gəlməsəydi, insan gəlir Allaha deyirdi ki, ilahi, əgər sən varsansa bizə bir şey göndər, biz avara qalmışıq, öz başına bir şey eləyə bilmərik, biz necə eləyəcəyik, biz dünya qəribə bir aləmdir, belə deməliyik əslində, insan belə bir haykırtı ilə sürməlidir. Deməli, siz də dediyiniz kimi, sualda da çox gözəl deyirsiniz ki, əslində insan olmasaydı din olmazdı. Çünki bu din insan üçün gəlib. Bəzən mən o dərsdə də dedim o dəfələrdə ki, bəzən elə başa düşülür ki, din bir şeydir. Din əslində bir şey deyil. İnsan üçün nəzərdə tutulmuş etiqad və əməl məcmuəsidir. Yoxsa ki, əgər insan olmasaydı, din olmaz. Din Allah demək deyil ki. Din həqiqətlərdən, əzəmətli, çoxlu həqiqətlərdən bir sıra məsələlərin insana aid olan bir sıra məsələlərin təqdimatıdır, yəni konsepsiyadır.
Niyə hədəf də budur? Ləqəd kərrəmnəl bəni Adəm. Sən şərafətlilik biçimindəsən. İstəyirəm ki, bax bu yolda hərəkət eləyəsən. Sən gəlib ora çatasan. Çünki sən bir neçə müddətdən sonra dünyayı dəyişəcəksən. Həmin o möhtəşəm gözəl ayə ki, ey insan sən addım-addım öz Rəbbinə tərəf gedirsən, fəmulaqihi. Sən onunla tezliklə görüşəcəksən. Onunla görüş, həqiqət aləmində yaşamın üçün bunları eləməlisən. Burada bir məsələni də deyim mən. Ona görə də sanki aləmlərin Allahı peyğəmbərlik biçimində olan hər kəsdən də gözləntisi bu olur ki, din satsın. Ümumiyyətlə qoy bunu da deyim ki, deyirsiniz nə üçün göndərdi? Burasına da toxunum. Allah mütəal Rəbbdir. Allah mütəal ümumiyyətlə irfan və fəlsəfədə də deyilir, indi Hacı da bunlar çox yaxşı bilir ki, hubbuzzat deyilən bir şey var. Əlbəttə həqiqətini biz çox anlaya bilmirik, amma din öndərləri bizə anladırlar ki, Allahda sevgi var. Allahın bir özünə sevgisi var, hubbuzzat və başqalarına olan sevgisi də bundan yaranır. Yəni başqaları da onun o sevgisindən dolayı. İndi bunu irfan gəlişimini bir cür deyir, fəlsəfə bir cür deyir. Bunda işim yoxdur. Biz bu məsələlərə girmək istəmirik, amma Allahın insanlıq üçün bir sevgisi var. Çünki mən gördüm sualda da bir cürə dediniz ki, axı o əzəmətli Allah nə üçün insana baş qoşub demək istəyirsiniz də, sanki demək istəyirsiniz ki, niyə insana baş qoşur? Doğrudan da belədir. Hərdən mən vallah bunu da düşünəndə adam xəcalət çəkir ki, əzəmətli Allah və insan bütün proseslərin hamısı yəni insanın başındadır və maraqlıdır ki 124 min peyğəmbəri məbus eləyib. Ondan sonra yəni nəbi kimi seçib. Ondan sonra kitablar göndərib. Bir də mən həmişə deyirəm, özü baş roldadır. Yəni əslində nə deyə bilərdi? Məsələn, indi bayaq Hacı misal çəkir, bunu yaradırlar və bizə bunun kitabını verirlər. O adamın özü yoxdur. O adam kitabını yazıb qoyub ki, bu sən, bu telefonun, bu da əməl elə. Allah deyə bilərdi ki, mən yaratmışam, siz yaratmışam falan. Ey insan, sənin ruhun var, ruhun buna ehtiyaclıdır, axirət aləmlər, bu əməlləri eləsən xeyir taparsan. Niyə özü şahsən bizzat gəlir, hadisənin mərkəzindədir? Əvvəla deyir, məni sevin. Görürsən, onun bizim onu sevməyimizə ehtiyacı var. Deyir, məni sevin. Allah qəzəblənər, Allah sevər, Allah sizi belə. Bütün bu məsələləri deyir, həm ontoloji olaraq, real olaraq da doğrudan sevgisi var. Dediyim kimi bir hubbuzzatdan yaranır. Çünki deyirlər ki, Allah insanı sevir deyə ona bu göndərir bu nemətləri. Bax, məsələn, Rəbb sözündə Hacı çox yaxşı yercəsi izah eləyərək bunları. Rəbb, Allahın Rəbliyi var. Amma İslam etiqadı gəlir, Rəbbin özünü iki yerə bölür, istiqamətini. Necədir? Deyir, bir dənə rububiyyətdir də, Rəblik etmək rububiyyət sistemidir. Allahın Rəblik sistemi, Rəbb idarə etmədir. Bu rububiyyət olur. Rububiyyətin özünü iki istiqamətdə bizə izah edirlər. Deyir, təkvini rububiyyət, təşri rububiyyət. Təkvini rububiyyət nədir? Yəni, insan olmasa, Allahın da iki istiqaməti yoxdur. Elə Allahın rububiyyəti var. Təkvini rububiyyət. Bunun içinə bütün varlıq aləmi daxildir. Yerlər, göylər, mücərrət aləm, bütün mələklər hamısı Allahın rububiyyətinin, yəni təkvini rububiyyətinin altındadır. Bir dənə insandan ötürü bizə belə öyrədiblər də, indi Hacı da daha yaxşısını düzəldər, lazım olsa əlavə elə. Bir dənə insandan ötürü, həmişə dərsdə də deyirəm, Allah sanki təşri rububiyyət libası geyib. Ki, yaratdıqlarımın içində, məsələn, ağac, daş, mələk, mücərrəd aləm, cənnət, cəhənnəm, bütün varlıq üçün Allahın təkvini rububiyyəti kafidir. Yəni, təkvini rububiyyətdə Rəbdir, hər kəsə öz ehtiyacını verir. Bu, təkvində olan kəslərdən biri də insandır, çünki insanın təkvini tərəfi də var. Bir dənə insanın bir cəhəti var ki, o ruh cəhəti. Ona görə sanki Allah məcbur qalıb, bir dəfə də təşri rububiyyət geyinib. Bilirsiniz necə? Yazıb göndərməyib, ey Peyğəmbər. Səni Peyğəmbər seçdim, bu da konsepsiya, denən ki, belə eləsinlər, istəyirlərsə. Belə eləməyib, özü təşri rububiyyət libası geyinib və düşüb sanki ortaya. Bütün hadisələrin mərkəzindədir, biz görürük bunu. İndi Hacıya özüm ünvanlamaq istəmirəm, çünki ayıb olar. Hacı ki, bunların, maşallah, alimdə bunları danışır. Bütün hadisələrin mərkəzindədir. Bütün hadisələrin mərkəzindədir. Məni sevin. Buyurur ki, deməli, ma xaləqtul insə vəl cinnə illə liyabudun.
Mən cinləri və insanları mənə ibadət etməkdən başqa şey üçün yaratmadım. Zahirən belə görsənir ki, nəuzubillah, bir yaradandır, nə bilim, nəuzubillah, diktatordur, yaradıb deyir və mənə ibadət eləyir. Bax, bunu belə eləmir. İstəyirəm ki, Ramazan ayında ac qalasız baxım sizə. İstəyirəm ki, nə bilim, namaz qılasız baxım, mənə səcdələr eləyəsiz, məni sevəsiz. Məsələn, ayələrdə buyurur ki, ey Peyğəmbər, əgər ataları, oğulları, xanımları, dükanları, alver elədikləri yerlər, məskənləri, bunlar Allaha və sənə olan sevgidən üstündürsə, xəbəri gözləsinlər, cəhənnəm əzabını gözləsin. İlahi, niyə bu qədər bizi özünə çəkir? Yəqin da indi nəuzubillah diktatorsan da, yaratmısan, biz də istəyir. Biz də sənə bəndərik. Yaxşı, amma nə tərəfi var Allahın? Biz də bəndəlisə aparacaq cənnətə. Bunlar hamısı səhv təsəvvürlərdir. Bəs əslində nədir? Əslində budur ki, sevgisi var. Və sizin də dediyiniz kimi o əzəmətli varlıq məhz insandan ötürü təşri rububiyyət libası geyir. Həm gəlir öz sevgisini izhar eləyir, həm də ki deyir mənə ibadət eləyin, mənim ehtiyacım yoxdur. Mənə ibadət etmək sizin istədiyim hədəfə getməyinizdə əvəzsiz rol oynayır. Yəni bir insan öz Rəbbini taparsa və ona bəndəlik etməkdə bulunarsa, bu onda olan o ruh var ha, onun kamilləşməsinə səbəb olar. O da kamilləşsə ki 5 gündən sonra insan varlıqdır, varlıq bu mərhələdən bu mərhələyə keçəcək. O mərhələyə keçəndə o xoşbəxt olacaq. Həm axirət aləmində həm dərəcələr var, həm əbədidir, həm də hər dərəcəyə uyğun Allahın feyzi o qədər nazil olur. Ona görə də Allahın lütfünün sayəsindədir bu din və sevgisinin təzahürüdür. Bu sevgisinin təzahürü, yəni Allah etməyə də bilməzdi. Hətta nübüvvət barəsində mən o gün də deyirdim, nübüvvət barəsində baxıb hansı kəsi layiqli bilibsə, Hacı da çox gözəl vurğuladı ki, əslində nübüvvət nəbilər kəsbi yoldan gəlmir. Onlar elə kimlikdə belədirlər. Burdur ki, Peyğəmbər 40 yaşında çatmayıb. Çatmayıb sözü nə də dedi, düz deyil. Bəli. Bəs nədir? Heç kəsi nübüvvətə çatdırmır. İndi İbrahim Peyğəmbər barəsində başqa söz var. O zaten nəbi idi. O başqa bir yerə təbii ki, inkişaf elədi, çatdı imamət məqamına. Amma insanlar üçün imamət məqamı zəruri deyil. Nübüvvət məqamına sanki Allahın ehtiyacı var. Allah harda belə layiqli kəslər gördüsə dedi ki, mənim bəndələrimin arasında vasitəçilik elə. Bəzilərinə kitab verdi. Bəzilərinə də o kitabın təbliğatçısı qərar verdi. Deyilənə görə 124 min Peyğəmbər insanlara göndərib, hamısından istəyib ki, sən bu işləri görməsin. Və hamısı da əziyyət çəkib, zülüm çəkib. Allah Quranda buyurur ki, onlara ümməti bəziləri yaxşılar deyirlər, nə əvəz verək? Deyir ki, deyin ki, əvəzim Allah yanındadır. Yəni, Peyğəmbərlərini döyürdülər, həm ağacın arasında kəsdilər Zəkəriyyəni, Yəhya Peyğəmbərin başını kəsdilər, o birsin belə, bizim Peyğəmbər, imamlar, amma özü də Peyğəmbərlərinə, məsələn, Həzrət Nuh dua eləyib, ya yazıq Yunus bir dəfə etiraz edib, onlardan sanki gileyi var. Günah eləməyib onlar. Amma gileyi var ki, ey Nuh, bəlkə biraz da falan. Niyə? Çünki bəndələrim avaradılar, sərgərdandılar. Onların belə bir şərafət potensialı var. Amma mən onlara kömək eləməsəm, ey Peyğəmbərlər, siz mənim məhəbbətimin təzahürü üçün çalışa bilərsiniz. Mən onlara kömək eləməliyəm. Amma mələklər gəlsə, onlar mələyi ciddi almayacaq. Çünki mələkə insan inana bilmir. Mələkdə olmur. Bəyək Hacı burada deyir, nümunədir. İnsan nümunə görmək istəyir. Peyğəmbər olmalıdır, insan olmalıdır və onun da sevgisi olmalıdır. Və bütün bunların hamısı görürsünüz necə puzzlelar yerinə oturdusa, nə gözəl və möhtəşəmdir. Əslində din nə gözəl və möhtəşəm, zövqani bir məsələ deyil, zəruri bir məsələdir. İnsanlıq bu dinlə tanış olmalı və öz xeyri üçün, başqa yox. Allaha bunun heç bir xeyri yoxdur. Baxmayın ki, buyurur ki, mən insanları və cinləri mənə ibadət etmək üçün yaratdım, amma o mənə ibadət, yəni nəhai hədəf deyil. Alimlər belə deyirlər ki, bu, bəli, hədəfdir, amma nəhai deyil. Niyə? Çünki nəhai hədəf, ilahi, sənə ibadət eləyər. Niyə? Mənə ibadət eləsən, bu özü də bir şeyə səbəb olacaq ki, sən şərafətə çatacaqsan və bu şərafət isə səni axirətdə yaxşı olmağına səbəb olacaq. Ona görə də bəli, doğrudan da çox ciddi məsələdir ki, çox təəccüblü sözdür ki, aləmlərin Allahı bir insan üçün, yəni yaradılışlardan biri olan insan üçün bu qədər məsələni ciddiyə alıb, ona görə ki, ona sevgisi var
Və din də onun sevgisinin təzahürüdür. Xüsusən də təkcə konsepsiya təqdim eləmək yox, özü hadisələrin mərkəzində olmaq. Çünki alimlər, əxlaq alimlər buyururlar ki, əgər özü hadisələrin mərkəzində olmasaydı, insan nəfsini islah eləyə bilməzdi. Çünki sən ondan qorxursan, ondan çəkinirsən, onu sevirsən, ona xatir, onu sevdiyindən ağlayırsan. Niyə deyir, mənə tövbə eləyir, mənim yanımda səcdə eləyir, mənə bütün bunların hamısı ona edəndə insan düzəlir. Əgər o olmasaydı, hətta sonra da görüb ki, bundan da daha şiddətli tərəf var, Peyğəmbər və imamları da qatıb məsələyə. Deyib ki, ey Peyğəmbər, denən ki, əhl-i-beytimi sevmək vacibdir. Və Peyğəmbər də buyurur ki, Hüseyni sevin, ona tərəf qaçın. Yəni Həsən yox, İmam Səccad yox, İmam Baqir yox, İmam Hüseynə tərəf qaçın. Niyə? Bunların hamısı insan ürəyini riqqətə gətirən amillərdir, kömək eləyib. Həm özü şəxsən məsələlərin içindədir, həm də digər köməkçi məsələlərin, məsələn, öz sevgisinin yanında olanın da sevgisini vacib eləyir. Niyə? Bax, bu hamısı onun rəhmətinin, sevgisinin təzahürüdür. Bəli. Hacının nəsə bu? Tamamilə doğru vurğuladınız. Mən də qısa bir şey deyim Bəli. sonda. Əslində insan faktorundan danışdıq və dinin nə qədər zəruri və əhəmiyyətli olması üçün İslamda da bu cürdür. Quran da bu mesajı verir ki, insan Allaha ən yaxın olan bir varlıqdır və ən yaxın olan bir varlıq kimi xəlq olunub. Sadəcə o Allahdan uzaq düşdüyünə görə biz bu məsafələrə ehtiyacımız olub. Bu 124 min peyğəmbərə ehtiyacımız ona görə o uzaq düşüb Allahdan. Və ilk yaradılışdan baxanda hətta belə bir nəzəriyyə var. İndi onun üzərində mən biraz da belə deyim də bu araşdırıram ki, insan səmavi varlıqdır. Yəni bunu konkret insan bilməlidir ki, səmavi varlıqsan sən. Sən nə baxımdan səmavi varlıqdır? Digər bütün məxluqatlara baxın, yer üzərində necə yaranmışsa o cürdə hərəkət edir. Yeganə insandır ki, bu dünyada ayaqqabıya ehtiyacı var, libasa ehtiyacı var, təama ehtiyacı var filan. Amma o birilər təbii şəkildə. Çünki onlar bu təbiət üçün yaranan bir şeydir. Amma həqiqətdə insan səmavi bir varlıqdır. Yəni sən Allaha yaxın olan bir varlıq kimi xəlq olunmusan. Sadəcə sən uzaq düşdükcə nübüvvətə ehtiyac olub. Sən Allahdan uzaqlaşdıqca Qurana ehtiyac olub. Sən ondan uzaqlaşdıqca o belə deyim də proseslərin hamısına bir ehtiyac var. Amma Quranda çox gözəl bildirir ki, təəssüflər olsun ki, insan onu dərk edəmir ki, yəni bizlə onun arasında nə qədər yaxınlıq əlaqəsi var ki, hətta onu şah damarına bənzədir. İnsan uzaqlaşdıqca onu bilmən ki, nübüvvətə daha çox ehtiyac olacaq. Bəli. Nəbilərə daha çox ehtiyac olacaq ki, və günü bu gündə də Peyğəmbər sallallahu gətirdiyi son Xatəmül Ənbiyaların dinin, Qurandan da insan nə qədər uzaq düşürsə, insaniyyətdən, nə bilim, hikmətdən, hər bir şeydən uzaq düşür. Bu real həyatdır, biz bunu görə bilirik. Çox doğru, Hacı. Çox təşəkkür edirəm. Biz təşəkkür edirik. Çox sağ olun. Qeydləriniz üçün, çox şaxəli cavablarınız üçün. Bunlar həm təsirlidir, həm də Məbəs gününü həqiqətən bayram kimi hiss eləməyimizə kömək eləyir. Minnətdaram. Təşəkkür edirəm. Bayramınız mübarək Bayramınız olsun. mübarək Biz olsun. də təşəkkür edirik. Sağ olun. Sağ ol.